İlk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, Allah Teala bizi xəlq edib, ona ibadət etmək üçün, yalnız ona şərik qoşmadan və bu əzəmətli qayə üçün, məqsəd üçün elçilər göndərib, peyğəmbərlərlə xəbərdar edib, kitablar nazil edib. Bu əzəmətli qayə həyata keçsin deyə mübarizə başlayıb. Rəhmanın ordusu ilə şeytanın ordusu arasında. Tevhidin yüksəlməsi üçün, o qayənin həyata keçməsi üçün ixlasla, yəqinlə, ibadətin hamısı Allaha yönəlsin deyə və ən birinci vacib qula, bu tevhidə şəhadət gətirməsidir. O əzəmətli kəlməyə deməsidir, əşhədü ən la ilahə illallah. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və qulun bu dünyadan köçdüyündə ən axırıncı deməli olduğu kəlmədir. Salamat olsun deyə. Ən birinci onu İslam'a daxil edəndir, dinə daxil edəndir. Ən sonuncu onu həyatdan ayırandır. Və həyat da bu iki qayənin arasındadır. Həyat bu iki məqsədin arasındadır, başlanğıcın və sonun. O kəlmə həyata keçsin deyə. O əzəmətli kəlmə, hansı ki inkardır. La ilahə illah, la ilahə illə. İlah yoxdur. Yəni heç bir ilah, hansı ki batil ilahlardır. Sonra isbatdır, deyir illallah, Allahdan başqa. Haqq ilah, haqq məbud, odur hansı ki ən birinci insana vacibdir ki bu kəlmənin mənasını bilsin. Sonra əməl etsin ona. Fə'ləm ənəhu la ilahə illallah. Bil ki ondan başqa, yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni ey Muhammed, bil ki haqq məbud Allahdır. Bəyan edib Peyğəmbər sallallahu aleyhi və səlləm ki la ilahə illallah ən birinci vaciblərdəndir. Necə ki İbn Abbas rəvayət edir. Deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəl Yəmənə göndərir. Və göndərəndə deyir ki innəkə tə'ti qavman min əhli kitab. Sən kitab əhlindən olan bir qövmün yanına gələcəksən. Yəni elə belə insanlar deyil. Kitab əhli deyilim var onlarda. فَلْيَكُنْ اَوَّلُ مَا تَدْعُوهُمْ اِلَيْهِ شَهَادَةً لَا اِلَٰهِ اِلَّا اللّٰهِ. Ən birinci onlara etdiyin çağırışın şəhadət vermələridir ki Allahdan başqa ibadətə haqq məbud yoxdur. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Başqa rivayətdə gəlir ki ən yuvahhidullah. Allahı ibadətdə fərdləşdirsinlər, təkləşdirsinlər. Və bəyan edib əksər hədislərdə ki bu kəlmə la ilahə illallah əzəmətlidir, fəziləti böyüdür. Onu deyən üçün, onu ilə zikr edən üçün, onu həyata keçirən üçün sidqlə, ixlasla, məhəbbətlə, yəqinlə. Ənəs radiyallahu anhu deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki mə min əhədin yəşhədu ən la ilahə illallah. La ilahə illallah şəhadət edən elə bir kəs yoxdur ki və həmçinin ənə Muhammedən Rasulullah və Muhammedin onun elçisi olduğuna şəhadət edən elə bir kəs yoxdur ki sidqən min qalbihi, qəlbindən, yəni qəlbən, sidqlə, yəni doğru deyərək bu şəhadəti gətirsin illə harramahullahu alən-nar. Allah Teala onu oda haram edər. Cəhənnəm odunu haram edər. Və bəyan edib ki od haramdır ona. Necə ki Ətbən ibn Məlik deyir. Deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki İnnəllaha harrama alən-nar mən qalə la ilahə illallah. Allah Teala haram etdi. O da yəni cəhənnəmə kim la ilahə illallah deyirsə, yəbtəği bihə vəchallah, bununla Allahın üzünü istəyirsə, ya bunu Allahın üzü xatirinə edirsə, razılığı üçün deyirsə və kim onu ixlasla deyərsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayəti çatar ona və qiyamət günü o şəfayətə nail olan ən xoşbəxt insanlardan olar. Necə ki Əbu Hüreyrə nəql edir, deyir ki, dedi ki sallallahu aleyhi və səlləm əsədən nəsi bi şəfayəti yevməl qiyamə mən qalə la ilahə illallah xalisən min qalbi. Qiyamət günü şəfayətimə layiq xoşbəxt insan o kəsdir ki xalis qəlbi ilə la ilahə illallah deyər. Və əgər onu yəqinli ilə deyərsə, müjdə də onun üçün Peyğəmbərdən, onu cənnətlə müjdəliyir. Əbu Hüreyrə radiyallahu anhu deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki mən ləqitə min vərayi hədəl həid yəşhədu ən la ilahə illallah mustayqinən bihə qalbəh və bəşirhu bil cənnə. Bu hasarın arxasında qarşılaşdığın insan kim varsa şəhadət edərsə ki la ilahə illallaha yəqin qəlblə onu cənnətlə müjdələ. Və bəs edir ki, la ilahə illallah imanın ən yüksək mərtəbəsidir.
Peygamberin şahitliğiyle Ebu Hureyre nakledir. Dedi ki sallallahu aleyhi ve sellem, iman 60 ve bir neçə şöbədir. Ve başka rivayette Müslim'de gelir ki, iman 70 ve bir neçə şöbədir. Efzeli la ilahe illallah'tır. Yani en yüksek mertebesi la ilahe illallah'tır. Ve en aşağısı imatatul ada anit tarik. Yoldan eziyet veren bir şeyi götürmeydi. Vel hayâ'u şu'betun minel iman. Ve heya imanın şöbelerinden bir şöbedir. Ve besedir ki la ilahe illallah cennetin açarıdır. Lakin her bir açar kimi o kapını açmak için onu yaşamalısan. Bu kelimeni yaşamalısan, yaşatmalısan, hayata geçirmelisən. Vahb ibn Munebbih soruşulanda ondan ki, əleysə la ilahe illallah miftahül cennet. Məgər la ilahe illallah cennetin açarı değil? Deyir ki, bələ, bəli, və lakin mə miftahin illə və ləhu əsnən. Lakin elə bir açar yoxdur ki, onun dişləri var. Və incitə bi miftahin ləhu əsnən. Əgər dişləri olan açardan gəlsən, futihələk, açılacaq sənin üçün, yəni qapılar. Və illə ləm tuftah, yoxsa ki, açılmayacaq. Və bəs edir ki, kimin son kəlməsi la ilahe illallah olarsa, cənnətə daxil olar. Muaz ibn Cəbəl deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən kənə axiru kəlamihi la ilahe illallah daxaləl cənnə. Kimin axır kəlamı sözü la ilahe illallah olarsa, cənnətə daxil olar. Və başqa bir rivayətdə deyir ki, sallallahu aleyhi və səlləm, mən kənə axiru kəlamihi la ilahe illallah daxaləl cənnə və innə ləhu mə nələ qablə dəlik. Kimin son kəlamı, son sözü la ilahe illallah olarsa, cənnətə daxil olar, ondan əvvəl başına nə gələrsə gəlsin. Yəni əzab görsə belə, sonunda cənnətə düşər. Ona görə əmr edib Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm ayağında olana bu kəlməni dedizdirməyi. Əbi Səidin el-Xudri radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ləqqinu məvtəkum la ilahe illallah. Ölülərinizə, yəni ölüm ayağında olanlara la ilahe illallahı təlqin edin. Necə ki, İmam Müslim rəvayət edib. Ona görə sələflər təlqin edirdilər ölülərinə. Son kəlmələri la ilahe illallah olsun deyə. İbn-i Cevzi Sıfat-ı Safva kitabında Əbu Cəfər Ət-Təsturidən nəql edir. Deyir ki, Əbu Zur'anın ölüm ayağında yanındaydıq. Yanında Əbu Hətim var idi. Və İbn-i Vartah Ər-Razi, eləcə də Munzir ibn Şəzən var idi. Hər biri böyük hədis alimləri idi. Və hədis təlqin etmək hədisini xatırladılar. Ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, ölülərinizə la ilahe illallahı təlqin edin. Lakin utandılar Əbu Zur'aya bunu təlqin etməyə. Çünki qədri, dəyəri böyük alim idi. Və dedilər ki, gəlin hədisi xatırlayaq. Və başladılar sanki hədisi xatırlamırlar deyə isnadını zikr etməyə. Və dedi ki, İbn-i Vara, həddəsənə Əbu Asim, həddəsənə Abdülhamid ibn Cəfər, an Salih, sümmə tələkkə və cəalə yəqul İbn Əbi. Dedi ki, mənə Əbu Asim, Abdülhamid ibn Cəfərdən, o da Salihdən sonra kəkələməyə başladı. Dedi ki, atasından, o da oğlundan sanki unudub deyə keçmədi isnadı. Sonra Əbu Hətim dedi. Dedi ki, həddəsənə Bindər, həddəsənə Əbu Asim, ən Abdülhamid ibn Cəfər, an Salih, sümmə təvaqqaf. Dedi ki, mənə də Əbu Asim, Abdülhamid ibn Cəfərdən, o da Salihdən, sonra o da dayandı. Bunu eşidən Əbu Zur'a baxmayaraq ölüm ayağındaydı. Ölümün adısını dadırdı. Dedi ki, mənə Bindər, Əbu Asimdən, o da Abdülhamid ibn Salihdən, o da İbn Əbi Qaribdən, o da Kəsir ibn Murradan, o da Muaz ibn Cəbəldən rəvayət etdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kənə axiru kəlamihi la ilahe illallah daxaləl cənnə. Kimin axır sözü la ilahe illallah olarsa, cənnətə daxil olar. Sonra ruhunu Allaha tapşırdı. Allah Teala onu bağışlasın, onu rəhm etsin. Bu göstərir ki, kim yaşayırsa bu kəlməni, müvəffəq olur onu sonunda deməyə. Ona görə də ey Muhammed ümməti, ey Tevhid ümməti, Tevhid izzətinizdir, fəxrinizdir, şərəfinizdir. Nə vaxt həyata keçirdiniz, Allah Teala sizi izzətləndirəcək, dərəcənizi qaldıracaq. Nə vaxt ona müxalif oldunuz, Allah Teala sizi zəlil edəcək, dərəcənizi salacaq. Çünki bu sizin dininizdir, babanız İbrahimin dinidir. Peyğəmbəriniz əmin olan Muhammedin dinidir. Allah Teala bizə eşidib faydalardan etsin. Allah Teala bizə onun dinindən möhkəm tutunub ona əməl edən bəndələrindən etsin. Bizim yəqinliyimizi artırsın, tevhidimizi gücləndirsin, bizi sabit etsin ölənə qədər və öləndə də sabit etsin. Bizi ölüm ayağında sevincli, zəfərə çatmış, müvəffəq olaraq canımızı alsın. Kədərli, məyus olmuş, utancaq bir şəkildə həyatdan köçməyi bizə nəsib etməsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun.